Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edib. Əvvəlcədən xəbərdarlıq edildiyi kimi ötən gündən başlayaraq ölkə ərazisində güclü yağış və küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti hökm sürür. Təbii hadisənin yaratdığı fəsadların aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi aidiyyatı dövlət qurumları ilə əlaqəli şəkildə operativ tədbirlər görür. Əhalinin həyat və təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq addımlar atılır. Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək hazırda müşahidə olunan və aprelin 17-sinə qədər davam etməsi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına və aidiyyatı qurumların xəbərdarlıqlarına ciddi əməl eləməyə, o cümlədən zərurət olmadığı halda yaşayış yerini tərk etməməyə çağırır.